Salam hörmətli izləyicilər, hər şey olduğu kimi yenidən efirdədir. Sizinlə yenidən mən Şüküfə Rəmiz qızı və mental coach Rəxşan Əlibəydir. Salam Rəxşan Əlibəy, necəsiz? Təşəkkür edirəm sizin sorğunuza. Necə keçib bu həftə sonunu? Necə keçirirsiniz? Yaxşı, mütaliə edirdim. Mütaliə edirdim, yazılarımı yazırdım, notlarımı alırdım. Bütün. Əla. Bu günlərin bir maraqlı mövzu seçmişəm. Demək olar ki, elə mənim özümün də marağımda olan bir mövzu olduğu üçün istədim ki, elə bu haqqda danışaq. Niyəsə fikir vermisinizsə, son dövrlərdə, yəni baxırsan ki, məsələn 30-35 yaşında xanımlar və yaxud da ki 30-35 yaşında bəylər niyəsə evlilikdən yayınırlar, evlənmək istəmirlər. Və 30-35 yaşlı xanımların qismətinə çıxan bəylər ya onlardan yaşca çox kiçik olur və yaxud da ki yaşca çox böyük olur. Amma öz yaşıdlarında olan kəslər niyəsə evlənmək istəmirlər. Bu nədən qaynaqlanır, bunun kökündə nə dayanır? Bugün bu haqqda danışaq məncə. Tamam, danışaq. Əvvəla bu yaş dönəmi elə bildiyi biraz gecikmiş yaş kimi baxaq evlilik üçün də. Bir məktəb dönəmini düşünsək ki, uşaq getməlidir 6-7 yaşında, 12-13 yaşında gedən uşaq təzədən birinci sinifdə biraz problemdir. Evlilik üçün xüsusi bir yaş dönəmi yoxdur, amma insanın psixoloji tam yetişməmiş bir dönəmində olmalıdır ki, işin içərisini özü yetirsin. O dönəmdə isə iki cür insan qalır. Ya bir dəfə artıq boşanıb və ciddi oradan bir zəhərlənib çıxıb. Ürəyi zəhərlənib, düşüncələr zəhərlənib və hətta kimisi itirib orada, ən can parası olan, olabsın övladından onu məhrum ediblər. Onun üçün o bir də oraya addım ata bilmir, hələm özünü gələ bilmir. Yəni bunun bu tərəfi var. İkincisi isə natamam olmuş kişilər var. Bunun arasında yəni qadın dayanır, anaları. Natamamdır. Yəni onu məsuliyyət ağacı ilə böyütməyib. Öz əmlakı kimi böyüdüb. Mənim oğlum, gözünü deyib, mənim oğlum. Hələ bir ki, pul verib alıb və yaxud da ki, xüsusi bir əmlakı kimi baxır. Şəxsi mülki kimi. Şəxsi mülki kimi. Ona görə də o evlənsə belə yenə ona müdaxilə eləyir, ona öz sözlərini deyir. Biliyorsun o mənim sözü ciddi bir problemdir. O indi o qadın əlindən indi o uşağı almaq lazımdır. Çünki uşaqdır da, bu oyuncaqdır onun. Və belə insanlardır. Ona görə çalışan yerdə qadınlar tövsiyə edirəm, yaş dönəmi necədir? Çünki qadınla kişinin evlənməyin səbəbi nədir? Bunların 3 dənə ana səbəb varsa, birinci səbəbi nədir? Bunların nəsil davam etsin. Birinci iş budur. Bunun üçün ən gözəl yaş dönəmi nədir? 18-28 yaş arasıdır qadınlar üçün. Çünki sonradan risklər artır. Fizioloji xəstəlik riskləri artır. Ona görə o yaş altında həll olunmalıdır bu. İkincisi, bu qadın ki, mən daha yaxşı, məsələn üçün, olgunlaşmış, yetişmiş bir kişi olsun, bu 35 yaşında olmur, mümkün deyil olsun. Bir 10 ildə üstünə gələk. O dönəmdə mümkündür, amma o boş qalıbını xeyir. Evli olub, boşanıb, artıq həyat onu yetişdirib, ikinci dəfə evlənsə, daha buraxdığı səhvləri burada buraxmayacaq. O daha professional olacaq. Bəs 20 yaşlarda? 20 yaşlarda sadəcə o zövqə gəlib, həvəsə gəlib, deyir ki, mən razıyam filanam. Ona görə bu qızlar biraz arafda qalmış kimidirlər. Qızlar arafda qalırlar. Ürəyim ağrıdı, amma reallığı budur. Səbəb nədir? Məsələn, səbəblərin başında yetişməmiş qadınlar dayanır. Qadın yetişmir. İndi bu qadın cins olaraq qadındır. Düzdür, bunun funksiyası nə ola bilər? Ana ola bilər. Bunun funksiyası nə ola bilər? Qaynan ola bilər. Nə ola bilər? Evet, düzdür. İndi bu çaldır da, yetişməyib. Bu yetişməyib, adına deyirsən ki, haçınız yetişə bilər, amma bu yetişib, narsist kimi yetişib. Öz qızını, evini yıxan analar var. Müdaxilə eləyir ki, oğlana nə deyim, nə demə və ya nə deyim. Adam var, tanıyıram ki, özünün tam 10 ildə ailəlidir, qadın. Evdə indi bu set olur da, stəkan set olur. Qorxusundan ərinə deyir ki, get ki, bu 12 dənəni al ki, birdən o sındığı ki, var, məndən sorğusu olacaq, yine görür bir dənə sınıb.
Yəni bu hələm də adın qoyur ki, hörmətdir. Başa bu qorxunun adı hörmət deyil. Qəzadır, əlindən düşür. Şey də bu əşyadır sına bilər. Amma bu deyir ki, yox, gedib biz 12 dənə nə var bundan alaq. Çox bir dənəni alıb tapamayacaq. Mənə deyəcək ki, bu niyə görə bir dənə fərqlidir? İndi bu həmin o ana dediyimiz o fədakar ana, o adı qoyurlar. Qızını bədbəxt eləyir qorxusuyla. Sonra özündən bir müddət keçəndən sonra bu ailə dağılır. Hələn də müdaxiləsi var. Yenə də hələm də mənəm deyir bu qadın. Nə dərəcədə bunun dəyəri var? Sizcə burada yəni ana ilə yanaşı qızın özündə də günah yoxdurmu? Okay, ola bilər, subay vaxtı anadır. Deyir ki, mənim hələ ki evimdəsən, mənim tabeliyimdəsən, mən necə deyirəm, elədir. Okay. Amma ailə qurandan sonra artıq ana ola bilər ki, ana bunu özü dərk eləməsin. Ancaq ki, qız özü dərk eləyir ki, mən artıq tamam öz ailəmin tərkibindən çıxıram, tamam başqa bir ailəyə gedirəm, düşürəm və mənim artıq valideynlərim orada söz haqqına malik deyil. Mənim yoldaşım var, mənim qaynanam, qaynatam var. Yəni mən onların artıq ona uyğunlaşmalıyam. Yəni məncə mənə elə gəlir ki, bunun kökündə elə qızın özündə də günahlıq var ki, yəni o yox deyə bilmir anasına ki, bu vaxta kimi mənə qarışmısan, okey, vermisən artıq, məndən əl çəkməlisən, çünki mən də öz həyatımı qurmalıyam. Yəni məncə bu belə olmalıdır. Narsist qadınlar var, mənim sözdən sahiblənən. İndi onun əlinə sən fərq yoxdur, top vermirsən. Aha. Və ya hər hansı bir əşya vermirsən və ya da insanı vermirsən. Çünki o üçünü də eyni səviyyədə görür. Mənim, yəni mənə aiddir. Ona görə bir xaotik, məsələn, bir top partlaya bilər, mənim əlimdən bir oyuncağın düşüb sına bilər. Bu uşaq böyüyüb, sənin deyil, sənə əmanət. Ona görə həmin qadın, narsistlər nə bilməlidirlər? Mən heç nə yoxdur, mənim heç nə yoxdur. Mənim o günkü bir məqaləmdə yerin göyün sahibi Allahdır, niyə görə deyilir? Çünki mənim sözüm demə. Əmanətçi olanda daha rahat olursan. Mənim əlimdən çıxanda mən əsəbləşirəm. Axı mənim idi, dünən mən böyütmüşəm, mən süd vermişəm. Son deyirlər, mən 9 ay qarnımda daşımışam. Deyim, yaxşı ki, qarnında daşı, başında daşısaydın inəyərdi bu qadın. Bu tənələr vurur. Bu bioloji sənin bir yükündür. Yəni sən burada xüsusi bir dərs çəkmirsən. Sən nə üçün Allah onun ruhunu, o uşağın sənin ana bətnindəykən səni ona göndərir. Təmənnasız. Amma bu tənələr, mənim. Sonra bir dənə adi bir şey olur, bu mənimlər çıxıb gedir. Görürsən ki, sənin əslində heç nə yoxdur. Nə sənin sağlığın var, nə sənin uşağın var, falan heç biri yoxdur. Sən ortada qalırsan. Ona görə əmanətçi insan olmalı, anlamalıdır. Mən əmanətdarım burada. Bu uşağı böyüdüb yola verməliyəm. O deyir, yox, ora geçsöndür sən mənimsən. Onu görməli, ola bilir. Şikəst qadınlar da var da. Qadın şikəsti. Biz elə bilirik ki, burada qadın ancaq şeyi şikəst edə bilir. Oğlun şikəst mi? Qadını da şikəst edə bilirlər. Ki, bunu dikinə, paltarı belə ondan soruşurdu ki, bunu ginim yoxsa yox. Yəni, sən insan böyüdməmsən. Yəni bir insan İndi o ki deyirlər, bezinə bax, qırağına bax, bezinə, anasına bax, qızına. O cümlə o deyən insan inşallah qiyamətin günü tapıb onun əlindən öpəcək. Bu qədər net 2 dənə sətirdə bir insan tanıtmaq olarmış. Olur. Çünki qadın nədir? Əslində dolayısıyla yolla. O torpaq deyir, ana vətən deyir, torpaq başa. O nə versə ona yetişdirəcək. O qanqal da yetişdirə bilər. Düzdür? Gül də yetişdirə bilər. Gül də yetişdirə bilər. Ona görə qadın o emosional partlayışı yoxdursa, emosional zəhərlənməyibsə, təsəvvür o qadın, sonra bu qadını doğub da, elə bu oğlanı qoydum kənara, bu bir qadın da doğub da, bunun qızını ala bilirsin. Bunun gözü elə oradadır. Başa düşməli sənin deyil bu. Evdə biraz dığdı falan, sonra o kişini də öldürür. Ona görə mən kim gəlir konsultasiyaya, dur deyirəm ki, xoşuma gəlir, qız xoşuma gəlib, bəyəndir. Get indi anası ilə tanış ol. Və qıraqdan soruşma ki, gör ki, bu adam evdə istədiyin qızın atasına, yəni qaynotda hörmət qoyur yoxsa yox. Çünki nəticədə qız gördüyünü, aşıq gördüyünü çalacaq. O sənə hörmət. Çünki gözünü açıb bunu görüb o.
hörmət qoymaq, evdə bir subordinasiya, bir mənəvi dəyər, ata mənəvi dəyərini səhəri səndə də bu davam edəcək. Yox, əgər bunu görməmisənsə, bu yoxdursa, başa tezi gecə sənin üçün başında bu cürə çatlayacaq o. Ha, enin qızlar üçün də durub deyirəm. Get ki, oğlanın anası ilə tanış ol, gör ki, bunun atası hansı məqamdadır. Bir gün ki, o şey sənin üçün yaşanacaq. Əl-əli yor, əldə qayıdıb üzü yor. Və bu qarşılıqlı olanda daha sağlam ailə. Sən biri ilə bir şirkət qurmazsan, çiyin-çiyinə. Və ya voleybol oynamazsan. Baxırsan, görürsən, birinin, mən neysə əkisi idi, barmağında, əlində, neysə bir şey. Və ya da koordinasiyası topu tutamırsa, sənə zamanında topu ata bilməyəcək bu. Bu futbol da ola bilər, mən əmrim, basketbol ola bilər, komanda oyunudur. Ailə komanda oyunudur. Lazım olan yerdə sənə pas ata bilməyəcəksən. Sən ortada oturub ağlayacaqsan ki, dərdi kimə deyəsən. Çünki bu şey deyir də, sən olmasın falan kəsən deyəcəm. Bunu dəyişdirəmirsən hər dəfə. Yəni evlilik yəni olmaz, gedib birdən eləyərsən. Bəlkə hər dəfə belə olacaq. Yəni biz həmişə xətanı biz necə axtarırıq. Boşananda Yapon bir atalar sözü var. Yerinə düşdü. Deyir ki, gəmi batandan sonra hamı bilirdi onu necə qurtarmaq lazımdır. Təcrübətimdə anlatırım. Qurtarandan sonra hamı bilir. Yəni evlilik partlayandan sonra hamı bilirdi ki, kim neyi necə həll edə bilərdi. Amma işin əvvəlində biz elə bilirik ki, həmişə günahkar, məsələn, oğlandır, bu qadınlar da vardır. Qadın bir qadın dünyaya gətirir. Həmin qadına, məsələn, necə olur? Tam 3-4 yaşından sonra verirsən, deyirsən ki, stolun üstünü bəzəyəndə dur, deyirsən ki, gələ bu çayın, gələ bıçağı və ya filan şeyi apar ki, uşağa bir məsuliyyət verirsən. Sonra biraz böyüyür, tam deyirsən ki, gəl yüngül şeyləri sən doğra, təmizlə filan elə. Çünki məktəb sənə coğrafiyada ekvator tapmağa kömək edəcək də, meridianları tapmağa kömək edəcək. Amma həyatda sən yaşamalısan da, düzdür? Bu həyat məktəbini öyrətmək lazımdır. Əvvəl əmək dərsləri olurdu. Kim məsələn üçün əmək dərsində pişib düzür, mənə nəsə eləyirdilər, biş-düşünə hazır olurdu, tikişlə bağlı olurdu. Və hər şey öyrədilməlidir. Bunun qadın kişisi yoxdur. Sadəcə sərt işlər daha çox tutan kişiyə uyğun biliblər. 10 min ildə bu məsələ belə gəlir. Yoxsa ki, kişi bunu bilmədən bilər. Amma belə bölüşdürülüb də daha rahatdır. Daha rahat. Bir qadına sən ağır işlər verəndən sonra artıq o zənfirə yox, gəlib olacaq nicat. Ona görə, yəni funksiyası dağılacaq. Onun üçün duracaq ki, mən kişiyim, qadınım. Lazımdır kişiyim. Sən qadın ol, mərd ol, kişi olma. Amma yeri dəyişəndə özü də bilmir də, o bilinmir necə özünü ifadə eləsin. Qadın kim eləsin, yoxsa kişi kim eləsin, yəni o bilinmir. Ona görə mən qadınların həmişə qadınların üçün rəndəliyirəm. Çünki qadın eyni zamanda bir kişini və yaxud da bir qadını dünyaya gətirəndir. Ya qızı, oğlanı dünyaya gətirəndir. Bir evin üçün həm qızın ola bilər, həm oğlan ola bilər. Oğlanı oğlan kimi böyüdəcəksən, onun öhdəlikləri olacaq. Qızı qız kimi böyüdəcəksən, həyata hazırlayacaqsan. Bilirsən, sənə aidiyyət yoxdur. Səndən dünyaya gəlib, sənə əmanət verib Allah ona və sən onu iadə edəcəksən. Sən heç yox onu bu dünyada. O Yunus Emre demiş, üryan gəldi mi, üryan gedəcəyiz. Yəni, sən necə gəlmirsən, o cürə də gedəcəksən. Amma o ego, emosional zəhərlər, emosional düşük olmalar, kasıb parasız yox, kasıb təfəkkür sahibi olmaq, kasıb paylaşımlar eləmək, gözü orada burada qalma, gözün tox olmalıdır da. Gözü ac olanlar indi vay o gündən. Ona görə evlilikdə falan da o problemlər hamısı ortaya çıxır. Və bunu icebergin arxa planına həmin oğlanları ki tapa bilmirik, əslində evdə bu təlqinlər gedir. Və insan eşitmək söhbətidir, gözü ilə gördüyü bəs edir ona. Gözü ilə gördüyün ki, görsün ki, yox da, yəni mən bir dəfə elə bir şeydən çıxmışam ki, bir də gelməyəcəm. İndi xırda xuruşla bitirənlər var da, hə, uzaq başa evi yarbağa bölənlər var, olub ayrılıblar, yarbağa bölünüb. İndi vay o gündən elələr var ki, burada biraz miqdar daha böyükdür, çox ciddi bir rəqəmlərdir. Öz ağzı ilə etiraf edənlər var ki, mən proje olaraq mən götürmüşüm, 4 il evləndim, məsələ bitdi. Yəni, o həmin adam bir oturaraq evlənər,
Eləsi var ki, dişlə, dırnaqla yığıb. Ona görə qadın sevə bilmir. Qadının sevgi anlayışı yoxdur. Qadın sənin sevdiyini sevir. Biraz ağır yerlərə girirəm. Məncə qadından qadına da dəyişir də. 99.99. Çünki hərdən baxarsan deyirsən, "A bu Yerdə qız." mənə sıfırdan %1%. Ola bilərdi. O da heç bir qadını yarısı. Yox da niyə görə deyir? Çünki qadın səni, yəni bir məsələn fizik göstərici falan olamaz. O sən onu ki sevirsən. Yəni bu A, B arasında bir şey deyil. Bu B A-nı sevdiyi üçün o sevgini sevir. Ona görə qadının emosiyası da səhər dediyin axşam inkar edir. Düzdür yoxsa yox? Ola bilər. Hə. O məsələ odur. O burada o sevgi etdiyi üçün ona görə baxırsan görürsən ki 15 il ilişkin bir gecədə bitirə bilər. Adın deyir ki bu çoxdan yığılmışdı, çoxdan yığılmamışdı. Orada sevgi yoxdur. Ona görə oğlan dəli olur falan. Niyə görə? Çünki onu qram-qram yığır o. Qram-qram yığır. Həmin o akvarium damla-damla dolub. Yəni bu günündür. Ona gələndə eləyəmir, buraxamır, qəlbi orada qalır, deyəcəm, unuda bilmər. Əslində o vərdişdən də o tərəfəsi, başa düşsən, bunun bütün hər şey bu ilə bir yerdə keçir. Nə deyib baş üstə, nə deyib baş üstə. Yəni yox da deməyib. İndi birdən-birə durub deyib ki, yəni indi studiyaya gedir, bir case deyirəm, ad çəkməmə şərti ilə. Qadın öz ərini anladır. Oğlan deyir ki, mən onun bir iki dəfə yazışmasını tutmuşam. Dedim ki, mən onu tutmuşam mən səndə. Bir şərtlə bağışlayıram ki, Bakıdan biz daşınırıq. Rayona yoxsa xarici? Hər hansı bir yerə də. Yəni Bakı olmaz. Mən burada Fərq. yox deyilməsəm ki, yəni betərim ondan sonra gəlir. Aha. Və elə bir səviyyədə olur ki, növbəti dəfə həmin bu arsız həmin adamı evinə gətirir. Bu dəfə oğlu görür bunu 11 yaşında. Uşaq silir bunu öz gözündə. Uşaq silir. Kişi deyir ki, bircə şərtlə bağışlayalım ki, biz Azərbaycandan daşınaq. Çünki mən səni bu gün yoxdur, mən neçə illər falan deyir, qadın o aşağılayır, çox eybəcər vəziyyətdə. Və arsız, oğlan məhkəmə deyir ki, bəs uşaqlar deyir ki, biz belə ananı tanımırıq. Bizim şərəfimizlə oynayanda indi tanıyan, istəmirik. Qadın arsa deyir ki, mən o evdə mənim payım var, mənim payım verir. 3 gün bundan qabaq olan söhbətdən danışırıq. Ruhu biz normal Söhbət uğurdan biz nöqsanları danışırıq ki, yerdə qalanlar düzdür də. Görürsən biz düyünü arıtlayanda daşı çıxardırıq da. Hamısını eləmirik ki. Deməli yerdə qalan hamısı düzdür. Düzlər. O düzlərin normallaşması üçün biz xətalarımızı, o deyirik səhv eləməsi, o məşhur söz var. Səhv eləməsi biz harda bilərik? Bu səhvlərin üzərindən biz düzəlməliyik. Həmin səhvlər deyirəm ki, bu var. Yaxşı? O bunları da yığırım və durub deyirəm ki, belə bir şeylər var. Və cəmaət gəlir, haykırır mənə kişilər. Kişi elə qadın kimi deyir ki, yarım saat ağ olsun, rahatdır. Kişi ağlayamır. Ağrılan başqa cür çıxardır. Bəs sizcə də, yəni ki, məsələnin bu həddə gəlib çatmasına, qadınların elə bir vəziyyətə gəlib, yəni çox sizin ifadəmə harınlaşmasına səbəbkar elə həmin o kişilər ola bilər, bu xarakter yumşaqlığı ola bilər, onlara bizim biraz qanun biraz da qanunun qadınlar tərəfindən daha çox olması mı ola bilər? Bir xalq qadınlar üçün qanun öndədir. Bərabərlik zad yoxdur. Amma məncə insan xarakterinə, şəxsiyyətinə də çox şanslıdır, yəni. Təbii ki. Yenə də onun arxasında ana deyəm. O qadının ucunu korlamasın. Yəni bir şeyin pozulması üçün biz hansı bir qidanı aldıq dükandan. Yaxşı. Bunun saxlanma qaydalarını deyir. Məsələn, kəsim yazmış o. Yazı üstündəki məsələn keçərli müddəti 21 gündür. Amma sən bunu gətir ki, günün altına qoy ki, xarab eləmiş olursan və yaxud da ki, üstünü açıq qorunma, yəni onun qorunma qaydaları var. Qorunmasın. O xarab olacaq. Eynilə də bir insanın qorunma qaydası. Hamı deyir, mən vicdanlıyam. Vicdan olmayan adam var. Hamı da var. Amma neçə faiz işitilməsin oldu. Hamıda qan var. Amma qanın tərkibində talismi daşıyıcısan deyilsən,
Düzdür? Toksikləşib qan yoxdur, o zəhərlidir, içkilidir. Hamıda vicdan var. Amma neçə faiz işləyir bunu? Neçə faiz lazım olan yerdə öz aktivliyini göstərəcək? Onurğa olduğunu göstərəcək. Filmlər rol oynayır, deyirəm oynayır. Seriallar insanların evini yıxıb, deyirəm yıxıb. Qadınlar o deyirlər ki, əvvəl bərabərlik, ömür boyu Azərbaycanda bir çox Avropa ölkəsindən, yəni şərqi qoyuram kənara, bir çox Avropa ölkəsindən öndə qadınlarla kişilər bərabər olublar seçkilərdə. Düzdür? Səhv etməm 24-də olub da deyəsən. İlk bizim nəsə elə bir yadımda deyək ki, yəni qadın kişi bərabər gəldi seçkilərdə. Bəli, 24-cüdə düzdür. Biz daha öndəyik. Yəni bu biraz bizi verir. Amma gəlib üçün qadınlar ömür boyu qadın bir şey düşürməyin meyillidir. Onun meyili yox idi, getsin mühəndis olsun. Olmaq istəyən üçün qapı açıq idi. Hacı taxıb oxutururdu onlar. İndi bu oxumaq istəmir, bu hacı neynəsin? Eynən də, yəni insan fitrəti var, bir də sosial məsuliyyətlər var da. Durur deyəm, məsələn, kimsə gedir, hadid oldu, ölkədə durdular, bütün kişilər dedilər ki, əl-ələ verici, bunlar olmuş mühəndis olsunlar da. Yəni, qapı açıqdır. Sən getdin, yaxşı yazıcı oldun. Bunun qapını bağlamışdılar. Yəni, bunlar işləmək istəyirəm sözünün altında. Mən həqiqətən başa düşmürəm, nə işləmək istəyirlər bunlar? Heykəltaraş oldun, sən əlvin qabaqlı kəsən oldu. Sən, mən nə bilim, yazıcı oldun, qabaqlı kəsən. Memar oldun, nə bilim, yaradıcı işlər vardı. Çünki elə işlər var ki, həqiqətən kişilər o şeydə bir balıqçı çox daldadılar. Yəni, fitri yoxdur orada. Yəni, o dizayn baxımından, falan baxımından. Hə, yəni daha fantaziya məsələsi. Fantaziya məsələsi. Olur. Qadın ola bilər, ola. Amma bu günləri bu harınlıqdır. Bizi qoymur işləyir. Hə, mühasib olanda, indi ehtiyac yoxdur. Süni intellekt onu da eləyir. Hə, sonra nə işləyəcəksən? Yəni, məsələ pulun bölüşdürülməsi deyil. Yəni, mən də sosial həyatda olum. Bu günlər qadınlar kapitalist dünyasının başqa bir düzdür çıxsın, köləsinmi deyim, bir figurlarımı deyim. Çünki bir kişi bərabərdir bir dənə ailə. Bir qadın bərabərdir 4 dənə şirkət. Bu makyajına pul xərclətdirəcək yoxsa yox onu? Təbii ki. Bu bunun üçün eyni bir kişi 3 dənə paltar alar, 1 il keçinər. Bəli, amma qadın elə deyil. Qadın elə deyil. Deməli, bunu düşünülmüş bir mexanizma var və qadın gəlir sonra daha çox antidepresandadır, daha çox. Yəni, ofçu deyil qadın. 10.000 ildir, yəni insan, bu sonuncu model olan insanlardan 10.000 ildir, bu ofçuluq eləmir. Elə o tutduqları antilopu gətir verdi, pişirən adam olub. Qadın buna, niyə görə? Çünki əkinçi oldu, filan verdi, biraz irəli getirilər. O eləsinə gördü ki, alınmadı bunda. Bu oturuşdu. İndi bu deyir ki, yox, qadın eləyə bilər, mən ayaqlarımın üstünə qalıram. Ablam, qalma ki, əl-elə ver, bir nəfər də onunla yala. Kimi sübut edirsən özü? Və gözünə. Yox, başa, deməli, bu da narsizm başqa bir şeydir. Əslində, insan ünsiyyətdən gəlir. Keçən dəfəki verilişdən, münasibət quran. Bu insan biriyle ünsiyyət qurur, normal, deyil falan elə, çin-çinə, əks-tayınla həyat qurur da. Deyən yoxdur ki, səni gəncinə, heç bir, yəni normaldan danışan ki, nə sənin pulu ehtiyacdır. Yeri gəldi, sənə artırmamasının pulunu da verəcək. Ya belə biçməsin hocam, yəni qarşımıza normal insan çıxdı, biz mi şans vermədik? Ona görə də beynimizdə bir kodu yazaq ki, bizim qarşımıza normal bir adam çıxsın. Normal bir qadının oğlu çıxsın. Çünki burada problem oradadır. Yəni, qadınlar qarğış falan eləməsinlər. Yox, bəddua eləyənlər var da, olur, mənə yazırlar ki, şeydə. Analar övladlarının bəddua eləyir. Deyim ki, belə, mən sətir deyirəm sizə. Sətirlər deyirəm ki, oturur ağlaya-ağlaya deyir ki, bəs mən o qarğışın səbəbkarıyam. İndi də anam ağlayır ki, dilim quruyaydı, mən sənə bunları deməyəydim. Ana qarışı bəyəm tutur ki, süd qoymur deyirlər. Indi neysə də, amma mən sizə onun bunun yoxdur. Mənlə yazışan bir insanın baxıram görüm, ürəyim də ağrıyır. Məncə psixoloji olaraq xanım özünə həssasdır. Yoxdur, indi biraz orada ağır məqamlar, çox ağır məqamlar var. Yoldaşını itirib, çox eybəcər vəziyyətdə itirib. Uşaqlar görüm, yetim böyüdəsən deyib ona. Bəzən də belə olur ki, valideyn özü. Yetim böyüdəsən görüm.
Aha. Əri quyuya düşüb, niyə düşüb? Su çəkən yerdə. İndi deyir, 10 ildir bunun əziyyətini çəkirəm, deyir mən. Aha. Hə, anama deyirəm, bir vazo gəlir, ömür boyu deyirdim, görüm yetim böyüdə suya. Deyin də elə yetim böyüdürəm, darıxma. Nə var, o öz emosiyaları var da, emosiyalarını pis sözlərlə çıxardır da, yəni qarğışlarla falanla. Yəni, kimsə inanır, bu mövzu inanc mövzusu deyil ki, biz burada oturaq fəlsəfə açaq. Amma fakt budur ki, bunun nəticəsini bu adam yaşayır. Bizim ağzımız kodlarımızdır. Biz onu kodlayırıq, bunu istəyirik. İndi evrən deyə, Allah deyə, mələk deyə, bunu kodlayırıq. Biz bu minanqa atdıq, bizim üstümüzə qayıdır bu. Yaxşının tutma ehtimalı azdır. Yəni, insan sağalması üçün mücadilə verir. Amma xəstələnməsi üçün 2-2-dir. Çünki vərəm çöplərimiz içimizdə hazır vəziyyətdədir. Bəli. Bir depressiya, bir olumsuzluq falan ona. Mən söyləyirəm, mən həyatımda o boyda, ömrümün birinci dəfə idi ki, mən onu gördüm ki, mən onu orada oxuya bilməyəcəm. Vırdım şeyə, kopya elədim, yapışdırdım A4-ə, gördüm 3 dənə A4 çıxıb. Yəni, bu adam nə qədərini yazıb da. Utanıb səs atmağa və onu mən oturdum, orada oxudum da. Çıxış yollarını başardığımı dedim ki, bunu belə. Yəni, nəsə, qadın, niyə görə mən qadın? Mən bir üçün qadın mənə görə fəth olunmaz bir qaladır. Bəli. Yaxşı, amma onu kənardan kimsə qorumamamışdan da o öz-özünü qorumalıdır. Özünü sübut eləməməlidir hansısa bir qadına. Çünki qadın bir paltarı kişi üçün yox, başqa qadın üçün geniş. Bax, mən beləyəm. Mən əslində heç nə hansısa bir kişiyə görə, nə də qadına sübuta görə yox, elə özümə görə, hə, özüm qəşəng. O bir dənə istisna işimiz yoxdur. Amma çoxunluq belə deyək də, çoxunluğun üzərindən qorunur. Məsələn, mənim də tövsiyəm budur ki, çalışan yerdə sağlam qadınların övladlarını axtarın, münasibəti ailəni onun üzərindən qorun, söhbət edin. Görün ki, alınır, yəni bu adam hazırdır bu evlilik yoluna. Onda görürsünüz, daha sağlamları çıxır. Çünki ələnməlidir hər bir şey. Bəli. İzah edə bildim. Mənim dərdim qadınlardır. Qadınları maksimum rəndəliyin, harada gördünüz rəndəliyin. Niyə görə? Çünki onların şey olmağı, tez belə emosional adaptasiya düşməsi olan üçün 2-2-dir. 2-2 yox, 1-1-dir. Bir sual vermək istəyirəm. Əslində mənim özümə də çox maraqlıdır ki, tutaq ki, deyirsiniz ki, ana öz övladını qarğış eləyir və uşaq onun əziyyətini ömür boyu çəkir. Əslində valideyn də övladının qarğış eləməsinin səbəbi bunda kökünə dayansaq, baxacaqsınız ki, yəni qadın özü daxilən xoşbəxt deyil. Ya ola bilər ki, uğursuz ailə həyatı yaşayır və yaxud da ki, ailəsi var, sadəcə heç vaxt sevilən qadın olmayıbdır, həmişə özünü dəyərsiz hiss eləyib və bəzən də gəlin etiraf eləyək ki, müəyyən analar var ki, onlar övladlarını özlərini etiraf etmək istəməsələr də daxildən çox qısqanırlar. Yəni nəyini qısqanırlar? Məsəl üçün hansı ki, vaxtikən həmin ana özü də gənc olub, özü də subay olubdu. Yəni onların özünə müəyyən bir məhdudiyyətlər qoyulubdu. Özü o azadlığı, o sərbəstliyi yaşaya bilməyibdi. İndi məsəl üçün günün bu günündə qızı o sərbəstliyi yaşayır, qızı o həyatı yaşayır və ana bəzən buna qıcıq olur. Başlayır içində qarğış eləməyə, başlayır onu təhqir eləməyə, başlayır ona müəyyən bir damğalar vurmağa. Yəni belə analar çoxdur. Yəni həqiqətən tanıdığım çox analar. İndi burada yəni gördün günah çəkindi qadın. Ona görə emosional bunların yerləncəkləri olduğu üçün etibar eləmək olmur. Yəni səhər dediyini axşam inkar edir. Axşam dediyini səhər inkar edir. Ya söz var Azərbaycanda deyir, səhər evlənmə, axşam boşanır. Yəni bu cür nədir? Bu qadın xoşbəxt olamır. Mən heç bir qadına xoşbəxtliyi arzulamıram. Mən hər bir qadına uğur arzulayıram. Çünki xoşbəxt bir emosiyadır. Gedər yerinə kədər gələr. Aha, bəli. Çünki bunlar bir o şeyin belə deyək, o dəmir pulun o yüz bu yüzü kimidir də. Üstü altı kimidir. Xoşbəxtlik, qəm, sevinç, qəm, kin, mənə bilim, məhəbbət. Bu hamısı iç-içədir. O gedəcək, bu gələcək. O gedəcək, bu gələcək. Yaz gedər, payız gələr. Yay gedər, qış gələr. Yəni bir-birinin tərsidirlər bunlar. Ona görə uğur nə deməkdir? Çətinliyin də var, asanlığın da var. Hamısı oynayacaq. Qəlbimizin kardioqramması kimidir. Əvvəla, qadınların emosional vəziyyətləri onda olmayıb, məndə olmayıb, onda da olmasın deyən, yəni qısqanc, baxıl. Orada görmür ki, mənim qızımdır və ya mənim oğlumdur filandır. O özünü rəqibi kimi görür və ya hətta bəzən dərin qızı düşməni kimi görür.
O gördüyü üçün ona görə o kinini, nifrətini qusur. Xoşbəxt olmamışam, müdürüm olma, uğurlu ol. Bəs yaxşı Uğurun qaydaları var. Qəbullanmalısan. Hər bir şeyin bir uğurun olur. Uğur nə deməkdir? Bir projesi olur. Başlanğıc nöqtəsi var, bitiş nöqtəsi var. Adi bir pomidor yumurta pişirsən də, orada başlanğıc, orta, son şey var. Diqqətli olmasan, altını yandıra bilərsən, vaxtı keçə bilər. Neysə bir səhv edə bilərsən. Mən diqqətli olmasan ki, o məsələ uğuruna bitsin. Hə, üzün biraz təbəssüm edəcək. Amma o qalıcı deyil. Mən xoşbəxt. Bu hamısı bizə rus dilindən və ya ingilis dilindən, əsasən ruslardan qalıb da, счастливый. Yoxdur, nə danışır? Yoxdur elə bir şey. Bu günlər hamısı seminar verirlər. Xoşbəxt deyilsiniz. Yoxdur elə bir şey. Gəlin, belə şey üçün demirəm. 35 ildən çoxdur mütaliə edirəm. İstəyir nağıl, istəyir elmi kitab, mütaliə edirəm. Minlərlə kitab oxumuşam. Gəlin mənə o forma, xoşbəxtin sirrini açın. Yoxdur elə bir şey. Ən dahilər, ən duhalar, istəyir Avropası, istəyir ki, Asiyalısı, istəyir şərqlisi, istəyir qərblisi, hamısı oturublar. Yoxdur belə bir forması. Gəlir, gedir, emosiya, bir şey ki, emosiyadır. Gəlir, gedir, müddəti var onun. Onun sonra bitir. Nə öyrətmək lazım? Hamısı deyiblər ki, çətin olacaq, sunmasanız. Hamı şey, çətin deyiblər. Deyir, ay, məsələn, uşaq da nənəsinə və ya babasına şikayət edir ki, dərslər belə. Hə, deyil, heç nə olmur. Niyə görə yoldan keçir? Hə, biraz çətin olacaq, sunmasanlaşacaq. Hər bir şey. Quran nə deyir? İnnəməl mə'usri yusra. Hər bir çətinliklə bərabərdir asanlıq. Asanlıq gəlir bərabər. Deməli, çətin, işin əvvəl çətin olur. Sonra asanlaşır sənin üçün bu. Bəli. Düzdür? Burada Quranda bir dənə yerdə keçib ki, Suad, xoşbəxtlərdə bir dənə yerdə, yerdə qalan yerlərdə fəlahdan danışır. Yəni, successful insanlarda uğur qazanır. Onun qaydalarını qoyur. Deyir, burada sənsə uğur qazanırsa, neysə, bayaq dediyimiz kimi, fəda verməkdirsən, zamanındanmı, bir şeydənmi, keçməlisən artıq. Çünki olan məsələ, sən, mən, o, hamımız eyni standart edik, ağırda gələ hamımız çempion olaq. Mümkün deyil. Mümkün deyil bu. Sən, mən eyni, mənim, səndə 20 dənə elə, məsəl üçün, Azərbaycanın ya da ingilis dilindən. O da 20 dənə, bu da 20 dənə. Ağırda hamımız üçümüz ingilis danışaq və yaxud da ingilis hamımız gələ ölkə çempionu olaq. Mümkündür bu. Deməli, kimsə 30-40 dənə eləməlidir, daha çox zaman ola bilsin, sən, hə, məsələn üçün, sən 3 dəqiqədə onu həll edərsən, mən də alınmaz, mən onu 3 dəqiqədə həll edərəm, amma o 3 dəqiqədə eləməsən rəhmən 30 dəqiqə işdir onun üstündə. Və daha o uğur nədir? Mənim içim daha da bərkiyir, daha da güclənir, daha da irəlini görə bilirəm, bir şey olmayacaq burada. Çünki balerinaları görmüşsünüz də yəqin də. Balerina? Hə. Aha. Mənim quşu, Tom şeylə oynayır falan. Çaykovski, aha. Belə baxırsan. Sonra girirsən o zalda, mən backstage-i çox sevirəm. Göstərirlər, ayaqlar şişib, qapqarmaz olub. Qurban verib o sən o iki dənə barmağın üstünün qalması üçün. O iki barmağın üstünün qalması üçün aylarla məşq edirlər buna. Bir dənə bundan dolayı. Amma deməli, sən bunu istəyirsən qazanasan, yaxşı? Bəli. Bir qurban istəyir bu. Sadəcə mən... O bizim o Lalə idi deyəsən, Hansı? qızımız. Olimpiya çempionu oldu deyə, paralimpiyadik gözündən əngəlli idi deyəsən. Hə, amma adını yadımda... Deyəsən Lalə idi ona. O səhv deyərəmsə məni bağışlasın. O qıza mən oturdum, olimpiyada oyunun başlayanda mən 2-3 dənə idman növünə baxıram. Su idman növlərinə baxıram. Aha, bəli. Sevirəm orada, yəni tullanırlar falan edirlər. Qaçış heç vaxt baxmamışdım. Bu qıza görə baxırdım mən. Mənim üçün maraqlı idi ki, yəni deməli insan neysə qurban verib gələ bilərdi. İndi kimsə gəlibsə ki, əşi mən əngəlliyəm falan, o da əngəllidir. Ya sadəcə bəhanəyə sığınırıq bəzən. O əhsən. Mən bunu yəni gətirmək istəyirəm ki, istəyən çarəsini bulur, istəməyən bəhanəsini. Ona görə biz çarə yönümlü olaq, çarə axtaraq, şikayət eləməyək. Ondan sonra görəcəksən ki, gah əyilir, gah yıxılır, gah durur. Tülkü uzaqdan görür. Yox, Sabirin o şeiri deyirəm elə. Cüccü şeiri də. Cüccü uzaqdan görür. Yox, çıxdı günəş doldu cahan nur ilə, topladı can şuur ilə. Atlar, öküzlər kötündən güc vurur, gah yıxılır, gah yeriyir, gah... Həyatın çəsini yazır o Sabir orada ki, yəni bu həyatın sıkılıdır.
Yəni bu Doğrudur. çəmbəridir. Aha. Sadəcə bayaqdan belimi qurcalayan bir sual var idi. Ona keçid almaq istəyirəm ki, məsəl üçün elə yenidən ananın övladına qarşı olan istər qarğışı, ahuzarı və yaxud necəsə. Sonra ana o qədər qarğışdan sonra başlayır övladına ki, yox, mən səni çox istəyirəm. Yəni elə mümkün deyil ki, hər hansısa bir ana övladını çox istəməsin və yaxud da ki, necəsə belə başlayır manipulyasiya edici cümlələr. Bunlar sizcə sevgidir, yoxsa ki, sadəcə əsəbi olanda? Bir ana, mən səni sevirəm sözünə baxma. Hərəkətinə bax. Bəli. Sevgi, başa düşürəm. Onun bu günləri narkomaniyanın növlərini açmışsın. Sevgi narkomaniyası. Nədir bu? Mənə oğlan gəlir, ya qız gəlir ki, o məni sevmədi. Sevgi duyğudur. Bəli. Mən nə tövsiyə edirəm? Qəbullanmaq. Səni olduğu kimi qəbullansa, deməli, sən hərdir. Çünki sevmi çox bu ölkədə sevmək like mənasındadır. Bazarda gedirsən, baxarsan görürsən ki, meyvə seçirsən, baxarsan görürsən burada qüsuru var, atasan kənara. İstəmirsən. Hər bir insanın qüsuru var. Hər bir insanın psixoloji dedikcə kölgələri var. Yaxşı? O kölgəsi ilə qəbul edəcəksən. Və kömək edəcəksən ki, bu budur. Sən gözləməginən də o çirkin ördək balası o şey yavrusu çizgi filmi. Bu çizgi filmi var da Sovetin vaxtında da bu cür qüsurludur. Çünki ördəyə bənzəmir, bu qaz balasıdır, qu quşudur da. Amma buna sonradan o qanat açıb göydə uçan falan hamısı deyir ki, mən onunla bir yerdə dənləmişəm. Eynən o deyəndə mən səni sevirəm, yox. Nə mən sən məni qəbullanırsan bu cürlə. O qəbullanmadıqları üçün bu günləri ki, biz kimik? Bu birinci sual budur. Bizim kimik? Biz atamızın və anamızın ən yaxşı yumurtasıyıq. Ən gözəliyi. Eynən həyat bu cürlə daha gözəlini yetişdirir. O insan ki, ana ki qəbullanır, bu məndən qabaq buydu, o sənin ən yaxşı versiyonudur. Bəli, əslində o valideyn üçün övladın uğuru elə valideynin uğuru deməkdir ki, daha yəni ki, təkmilləşmiş bir versiyandır. Amma o məndən qabağa gedəməz, falan eləyəməz. Bu cür valideynlər də çoxdur, kifayət qədərdir. Bəs yaxşı, həmin o yəni bir deyil belə ailələrin sayı çoxdur, həddindən artıq çoxdur. Məsəl üçün o tip ailələrdə böyüyən uşaqlar üçün necə mesaj verə bilərik ki, onlar özlərini hansı şəraitdə yetişdirməlidirlər ki, nə isə bir səhv addım atmadan özlərini çox yaxşı bir şəkildə, yəni o deyir nə şiş yanıb, nə kebab yanmaqla, yəni balansı elə hansı balansı götürməlidirlər? Birinci qəlblərini alsınlar, ikincisi analığın müddəti nə qədərdir? Həmişə dediyim kimi 9 aydır. 9 aydan artıq deyil. Yerdə qalan hamısı dayəli idi. Çünki yetişdirmə, tərbiyə vermə proseduru gedir də. Allah bilsin ki, yaxşı anadılar, dünyaya gətirməkdə, yaxşı dayə deyirlər, tərbiyə vermə. Və ya da dayəliyində fazlalar var da. Məsələn, 0-4 yaş arasını yaxşı verə bilir, amma 0-10 yaş arası tam yaxşı dayəli ilə bilir. Ondan sonra bu qız oyanır, özünün həyatı, özünün dünya baxışı falan, artıq onun müdaxilə edir ki, yox bunu eləyəməsən. Bu dönəmdə yaxşı dayə deyil bu artıq. Bir uşaqla sənin əlaqən nə qədərdir? 14-15 yaşına kimi, 14-15 yaşından sonra artıq onun öz dünyası formalaşır. Rəngləri var, istədiyi rənglər var, istədiyi geyimlər var. Artıq səndən ayrıldı bu. Sən birinci, onun üçün deyirəm qəbullanmaq. Nə qədər biz qəbullana biləcəksə, ona qəbullanmaq ən çətin prosedurdur. Həmin gəlir, ən öpüb, şey eləyir, deyək ki, ay ana falan, indi necə xitab edirlər. Ki, bəs bu içərdə emosional şeylərin tövbə elə, bir peşmançılıqdır, dillə yox, necə qəlbən nifrət edir, qəlbən nə ki ayarlar, o cür nə şey istəməmişəm. Olub da, məsələn, tam deyirlər, görüm qabağım özün kimi övlad çıxsın falan. İndi burada... Əkmişdiyim sözdür bu. Onu deyirlər, əslində, bunun axırısında filan şey olur, sonra deyir ki, valla o mənada demirdim. Demirdim. Bizim beynimiz var, bu süni, bu smart telefonlardakı olduğu kimi tam ora Google Map'ə yazdıq ki, biz buradan tam gecə filan məsafəyə, tam Gəncliyə gecək və yaxud da ki, gecək Mərdəkana. O fikrində deyir ki, mən ora başsağlığına gedirəm, toya gedirəm, kimisə baş çəkməyə gedirəm. O məsafə, bizim beynimiz də o cür işləyir. Mən şəxsən mamam deyəndə ki, Allah sənin özün kimi övlad qismətləsin. Mən ürəkdən amin deyirəm, açıq deyirəm. Çünki ona görə də bizim burada işimiz nədir?
qarğış eləməyi insana dayandırsınlar. Emosional nifrətlərin kusması. Əslində qarğış nədir? Emosional nifrətin başqa adıdır. Toksik kəlmələr ağızlarından çıxarsınlar. Bir ona tövbə eləsinlər. Tövbə sadəcə içki, qumar falan şeylər deyil. Pis vərdişlərdən biri də budur. Ağzı təmizləmək lazımdır. Ağızdan ifunət iyi gəlməsin. Bu diş pastası ilə getməz. Nana cöhər atmaqla da getməz. Bu qəlb təmizlənməlidir o da. Göz yaşı ilə onu yumaq olar. Peşmançılıq göz yaşı ilə olmalıdır ki, Quran buna qorratul ayn deyir. Çünki o inşallah bu ayrı vaxt danışarıq. Quranda ümumiyyətlə insan iki cür göz yaşı var. Qorratul ayn əslində göz yaşı deməkdir. Amma sərin göz yaşı. Bir də içdi göz yaşı var. Bəli. O kindən, qəzəbdən doğulan göz yaşıdır. Yaxşı? Hararətül ayn. O qorratul ayn o ki vardı, ilahi bizə ələ zövcələr nəsib elə, övladlar nəsib elə ki, gözümüzə qorratul ayn olsun, yəni gözümüz yaşarsın. Sevinç göz yaşlarıdır bizim dilimiz. O isti göz yaşlarıdır? Yox, sərin. Sərin, aha. Hə, də ki, o insan sevinə biliyorsan ki, sən adını deyirlər ki, məsələn, falan yerdə çempion oldun, ya utdun, ya qalib oldun falan, tam məqalə yazmısan və ya da şey olmasa, insan gözü orada dolur, yaxşı. Hə, o sevinç göz yaşıdır. Görsən, o, bir də var ki, o qəzəbindən ki, gözündən ki, yaşaq bir şey deyə bilmirsən, o hararətül ayndir. Qorratul ayn, yəni sevdiklərimiz, yəni o şey ki, sevinç göz yaşı da belə deyək. Ona görə bunlarla eləyin. İnsan öz övladı üçün gərək duasını eləsin. Yaxşı, şad, xoş bir informasiya ötürsün ona. Ola bilər, sənin həyatda rolun bu cür olmalıydı. Ana da onu qəbul etməlidir ki, sənin işin bu qədərdir. Aha. Bunun isə bu işi bu qədərdir. Niyəsə valideynlər bəzən qəbul etmək istəmirlər. Onlar elə bilirlər ki, özləri mükəmməldirlər, öz yaşadıkları həyat doğru həyatdır. Özlərinin yeni bir versiyonunu görməyə hazır deyirlər. Bəli. Və bu səbəbdən dolayı da övladda o şeyləri görəndə başlayır deyir ki, sən tərbiyəsizsən, mən səni belə dünyaya gətirməmişdim. Yəni başda belə də olur olmaz. Ona görə də update və upgrade olunmuş versiyaları qəbul edə bilmirlər. İndi bu sizcə övladlarını qəbul edə bilmirlər, yoxsa ki onlar hələ ki özlərinə bax. Özləri update olunmayıblar ona görə. Ona görə özləri bizim dövrümüzdə belə idi falan idi. Əxlaqi dəyərlərə toxunmuram. Bəli. Yaxşı. Amma həyatın nizamı var da. Əvvəl insanlarla tutan diləndə WhatsApp-ın belə bir mədəniyyəti vardı. WhatsApp ilkin dönəmlərdə hamı birlə dinləyirdi. İndi çox insanlar 1.5 2 ilə dinləyir. Təsadüfən deyil bu. Çünki insan progresə doğru gedir. Əxlaqi dəyərli qorusaqla. Yaxşı? Bəli. Amma qəbullanmalısan ki, səndən bir tık öndədir. Ona görə mən deyim ki, bizim övladımız bizim ən gözəl versiyamızdır. Yəni, bir uşaq dünyaya gəlir, məsələn, tam Süleyman adında da belə. Bu Süleyman kimdir? Əslində, bir ana ilə bir atanın ən gözəl versiyonudur bu, birləşiblər burada. Ona görə bir insan ömrü nə qədərdir? Nə qədər ola bilər? Ortalama bir 55-60 götürək də, ondan artıq deyil axı. Həmin ananın nəslinin ortalama yaş dönəmi ilə atanın ortalama yaş dönəminin ortasıdır bu. Ha, o da təxminən nə qədər yaşa düşür? Məsələn, 70 Azərbaycan tam məsəl üçün, indi Azərbaycanda biraz stres falan 60 azada kimi endirilir. Daha əslində 75-80 civarısındadır Azərbaycanda. Hə, bu nədir? Bunu ortalama. Yəni sən hansı xəstəliklər tuta bilərsən? Ehtimal nədir? Baxırsan, ana xəttündən olan insanların tutulma xəstəliklərinin sayı nədir? Yəni bu elmi DNA psixologiyada bunlar öyrədilir. Ki bir insan DNK-nın ömrü nə qədərdir? Yaxşı DNK falan müddət ərzindədir. Bir də belə bir nüans var ki, bəzəndəki valideynlər özləri konkret olaraq belə, bilirsiniz nədir? Özlərini sanki doğru çıxarmış ki, başlayırlar şey eləməyə ki, görsən mən demişdim.
Yəni görürsüz mən demişdim, o nəsə həyatlarında uğursuzluq və yaxud da ki, ya nəsə nəfs Sanki tökürlər və yaxud da ki, qarğış edirlər və yaxud da nəsə məsələn tutaq ki, övlad nəsə bir işə çıxır, nəsə bir iş görmək istəyir və yaxud da özünə bir biznes qurmaq istəyir. Hə, ana oradan deyir ki, yox sən bacarmazsan, sən bacarmayacaqsan, belə olacaq. Səhər də oradan da nəsə bir uğursuzluq alanda. Deyir ki, gördüm mən demişdim konkret adam varsa gələ sənin tökdüyün nəfsə görə bəlkə də olmadı. Niyə bəs belə bir hallar, niyə bu nədən qaynaqlanır? Sanki özlərini öngörmüş kimi artıq daha yaxşılığın və burada biraz nisbidir məsələ. Ola bilsin ki, o adam onu yaşayıb və sənin potensialını bilir. Yəni müdrik adamdan danışır, ya müdrik adamdan danışır ki, o özü bu hissəni yaşayıb və sənə də bilir ki, sənin gücün nə qədərdir. Hə? Sən desən, yox, mənə heç olmaz, gedirsən, ağır bir daşı qaldırsan, ağır bir yükü qaldırırsan, sonra sən belin səpir ya falan olur, görürsən sən demişsin, sənin gücün çatmaz. Yəni aşağılama üçün demir, sənin gücün bilirəm ki, sən bu, məsələn, deyirsən, mən də falan üniversitə girəcəm, balam, sən üniversitə girərsən, demirəm, amma orada oxuyamazsan. Çünki kimya, biologiya sənin sahəndir, həkim ola bilməzsən, sən qandan iyrənirsən. Yəni acıq məsələsidir. Bir də o ki, normal. Yəni ona görə biz bu məsələləri biraz nisbiləşdirirəm. Baxır, müdrik ananın, atanın övladı cahil bir övlad ola bilər və ya tam tərsi. Cahil bir ananın, atanın müdrik bir övladı ola bilər. Bu biraz nisbidir. Mən istəyərdim ki, növbəti mərhələdə biz ədəb və əxlaq və valideyn birliyində olan məsələləri bir analiz edək. Əslində uyğundur. Yaxşı. O çox mənim üçün çox önəmlidir ki, insanlar bu vaxt, çünki belə bir anons buraxıram, insanlar ədəbli ola bilər, amma ən böyük əxlaqsızdılar. Çünki ədəbli olmaq üçün hamı ədəbli olmaq məcburiyyətindədir. Amma əxlaq isə biraz qazanılan bir məsələdir. Əla, bunun onda ən yaxşısı məncə gələn verilişlər üçün saxlayaq. İndi isə elə burada yekunlaşdıraq. Təşəkkür edirəm hər şey üçün. Çox sağ olun. Sizə çox sağ olun. Təşəkkür edirik. Növbəti görüşlərdə görüşmək üzrə. Hələlik. Sağ olun.